Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan ədədin faizinin tapılması mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda 6-cı sinif üzrə həm mövzu izahları, həm də dərslikdəki sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçəyin mövzunun izahına. Uşaqlar, baxın, istənilən bir ədədin faizini tapanda biz bu faiz mövzusuna nə demişdik? Demişdik ki, ədədin 100-dən 1 hissəsi faizdir. 1%'dir. Baxın uşaqlar, mənim 1%'im 100-dən 1 hissə deməkdir uşaqlar. Məsələn, mən sənə desəm ki, 5% ədədə çevir, sən deyirsən ki, 5%. İndi uşaqlar, baxın, bizə belə bir sual veriləcək. Mən bir dənə ümumi düstur yazıram. Deyirəm ki, məsələ A ədədinin məsələn deyirəm ki, B faizini tap. Uşaqlar, baxın, biz burada nə edəcəyik? Mən bu faizi ədədə çevirməliyəm. Ona nə etməliyəm? Bu 100-ə bölməliyəm. Bax, A ədədinin B faizini tap deyirəm. Mən bu A-nı vurmalıyam B faizə. B faizə vurmalıyam. Bu faizi də mən ədədə çevirməliyəm. Bu ədəddir, bu faizdir. Faiz nədir? Bir-birinə vura bilməm. Ona görə mən bunu ədədə çevirməliyəm. Yəni A vurulsun 5% şəklində olacaq uşaqlar. Yəni bizə istənilən bir misal düşsə, buradakı bu faizi yazanda 100-də olaraq yazıb bu şəkildə hesablayasınız və buradan sonra necə eləyəsiniz uşaqlar? Təbii ki, A ədədi surətə vurulmalıdır. Biz artıq bunu bilirik. A vur B bölünsün 100 şəklində olur və burada ixtisarımız varsa, təbii ki, ixtisarı da həll etməmiz lazım. İndi bu kitabda da fərqli qaydalarla bunu göstərib uşaqlar. Biz də gəlin burada baxmağa çalışalım. Məsələn uşaqlar, baxın burada birincisi burada üsullar verilib aşağıda. Eyni şeydir. Baxın mənim yazım. Baxın bu 90'ı yazıbdır %90 vurulsun. Bu 5'i də 5 kimi yazır. Yəni bir sözlə hökmən baxın uşaqlar, məxrəcdə 100 olmalıdır. Bax, bu düsturu görürsünüz. Zaten bu A ilə B bir-birinə vurulur, sürətdə yazılır. Ona görə uşaqlar bu şəkildə yazmamız lazım. Baxın uşaqlar, necə yazacağım? Bax, biz bunu yazanda gəlin, baxın, biz sonda uşaqlar, bax, bu verilən ədədləri, bax, bu A ilə B-ni bir-birinə vurub sürətdə yazmışıq mı? Bax, düsturda. Məxrəcdə 100 olub, bu olsun. İndi baxın, bunun A variantına, bax, 20 vurulsun 40%. O da nə olur aşağılar? Yəni bu şəkildə də %40 deməkdir. Onda bu baxın uşaqlar, bu 20 hara vurulmalıdır? Sürətə. Yəni 20 vurulsun 40 bölünsün 100 olacaq. Bu da elədir uşaqlar. 800 bölünsün 100 bərabərdir 8 olacaq. Yəni uşaqlar, baxın, mən sizə qısa şəkildə belə deyəcəm. Deyəcəm ki, sizə verilən bu ədədləri bir-birinə vurun. Məsələn, baxın, burada B variantında. 130'u vurun 10'a, bölün həmişə nəyə? 100'ə. Uşaqlar, baxın, bunu buna vuranda nə oldu? 1300 bölünsün 100 şəklində alacaq. Bu da elədi cavabımız nə? 13 oldu. Məsələn, baxın uşaqlar, C variantında da 150'ni vurulsuz 60'a bölürsüz 100'ə. Uşaqlar, baxın, mən bu 2 dənə sıfır, bu sıfırla bu sıfır ixtisar edə bilərəm, bu sıfırla da bu sıfır. Məxrəcdə heç nə qalmır. 15 vurulsun 6. Bu da eləyəcək cavabımız 90. Sonra məsələ, baxın uşaqlar, eyni qaydalarla, baxın, 80 vurulsun 15 bölünsün 100. 80 15'ə vursam eləyəcək uşaqlar 1200. 1200 də 100'ə bölsəm bu 2 sıfır, bu 2 sıfırla getdi. Nə oldu cavabımız? 12. Məsələn, baxın, Y variantına baxsaq, 50 vurulsun 30 bölünsün 100 şəklində olacaq. Bununla da bu gedəcək. 15'də 3'ə vursam, 5'də 3'ə vursam nə oldu uşaqlar? 15 olacaq. Məsələn, F variantına da baxsaq, yəni 48'i vurmalıyıq burada 75'ə, bölməliyik nəyə? 100'ə. Uşaqlar, baxın, bunu belə vurub da, bunu buna vurub sonda 100'ə də bölə bilərik, ixtisar da elə bilərik. Məsələn, mən bu 75 ilə 100'ü hər ikisini 25'ə bölsəm, bura 3, bura 4 düşər. Bu 4 ilə 48'i bölsəm, bura 12, 12'ni də 3'ə vursaq, nə oldu uşaqlar? 36 şəklini alacaq uşaqlar. Gəldik, baxın burada da uşaqlar. İndi gəlin, baxın burada yuvarlaq ədədlər deyil artıq. Gəlin biz bunları ixtisarla həll edək.
Məsələn, bax burada da belə nə etməliyəm? 36-nı vurmalıyam 25-ə, bölməliyəm 100-ə. İndi baxın, 25-dən 100-ü xısa eləyirəm uşaqlar. Bura düşəcək 4. 4 ilə də 36-nı xısa etsəm, surətdə 9 qaldı. Elə deməli cavabımız nə imiş? 9 imiş. Sonra gəldik H variantına. H variantında isə 45 vurulsun 80 bölünsün 100 şəklini alacaq. Uşaqlar baxın, mən burada hər ikisini 20-yə bölə bilərəm. Bunu 20-yə bölsəm 4, bunu 20-yə bölsəm 5. 45 ilə də 5-i xısa etsəm, bura elədi 9. 9-u da 4-ə vursam cavabımız elədi 36. Sonra i variantında 150-ni vurdum 20-yə, böldüm 100-ə. Bu sıfırla bu sıfırı, bu sıfırla bu sıfırı ixtisar edə bilərəm. Burada 15 vurulsun 2 bərabər 30 şəklini alacaq uşaqlar. Gəldik. Bizə deyir ki, uşaqlar, baxın, faizini tapın və hesablayın. Misal nömrə 2-də. İndi biz burada nə etməliyik uşaqlar? Baxın, 250-nin 20%-ni, yəni 250-ni 20-yə vur, nəyə böl? 100-ə. Bu sıfırla bu sıfır, bu sıfırla bu sıfır. Neçə qaldı uşaqlar? 25 vur 2. Neçə elədi cavabımız? 50. Və bir də deyir ki, bizə 125-in 40%-ni tapın. Baxın uşaqlar. Məsələn, bunlar hər ikisi 25-ə bölünər. Bunu 25-ə bölsəm 5, bunu 25-ə bölsəm 4. 40 ilə 4-ü xısa etsəm bura 10. 5-i də 10-a vursaq nə oldu? Cavabımız olacaq 50. Uşaqlar, baxın. İlə bunun ikisinin cəmini tapdı uşaqlar. Bu da 50 alındı, bu da 50. Yəni 50 ilə 50-nin cəmi nə oldu uşaqlar burada? Birinci misalımız elədi 100. Keçdi ikinci misala B variantına. Deyir ki, 140-ın 40%-ni tapırıq. 140 vur 40 bölünsün 100 olacaq. Bu sıfırla bu sıfır, bu sıfırla bu sıfır. Getdi 14-ü 4-ə vuranda da elədi cavabımız 56. Və bir də deyir ki, 300-ün neçə faizini tapın inşallah? 6. 300-ü 6-ya vururam. Görsün uşaqlar, bu verilən ədəd bir-birinə vur, 100-ə böl. Yəni bu şəkildə yadda saxlayın. Bu 2 sıfırla bunlar getdi. Nə qaldı burada? 3 vurulsun 6. Bu da neçə elədi uşaqlar? 18. Yəni 56 çıxılsın 18. Burası 8. Cavabımız elədi 38. Şimdi bizə deyir ki, hasilini tap. Baxın uşaqlar, C variantına baxsaq. 80 vurulsun 15 bölünsün 100. Mən bunun yenə hər tərəfini 20-yə bölərəm. Bura 5, bura 4. Bununla bunu xısaydım, bura 3. 4-ü 3-ə vuranda elədi 12. Gəldim sonra 48-i vurdum 25-ə. Böldüm 100-ə. 100 ilə 25-i xısaysam bura 4. 4 ilə bunu xısaysam burada 12 elədi uşaqlar. Hə, baxın uşaqlar, bizə deyir ki, hasilini tap. Yəni 12 vurulsun 12. Bu da neçə eləyəcək uşaqlar? 144. Sonra gəldik D variantına. Deyir ki, 150-nin 60%-ni, baxın 150, yəni vurulsun 60, bölünsün 100. Bununla bu, bununla da bu. Nə qaldı burada? 15 vurulsun 6. Cavab elədi 90. Deyir ki, 18-in 50%-ni, yəni 18-i 50-yə vurub, nəyə bölməliyəm 100-ə? 100 ilə 50-ni xısayəsən bura 2 düşər, bura 1. 18 ilə də bunu xısayəsən 9. 9 da 1-ə bölünür, 9 elədi. Nə oldu uşaqlar? 90 bölünsün 9 bərabər də 10 olacaq cavabımız. İndi uşaqlar, baxın, burada onu kəsə çevirərək də məsələn bir qayda var. Bu nədir uşaqlar? Bax, bu 40%-i mən ədədə çevirəndə necə yazıram? Baxın uşaqlar, indi burada nümunə verilib də bizə. Mən bu 40%-i yazanda %40 yazıram. Elə bu da 0,40 deməkdir də uşaqlar. Hə, onda mən sənə verilən bu 400 elə 0,40-a vursam da eyni cavab alınır. Bu da bir fərqli bir üsuldur uşaqlar. Yəni bu şəkildə hesablamaq da olar, amma mənim dediyim kimi kəsrlə hesablamaq daha rahatdır. Çünki ixtisar falan olduğu zaman rahat olur. Sonra gələk uşaqlar. Bu indi sadəcə bu üsul kimi bunu yadda saxlayın, amma məncə buna ehtiyac yoxdur. Əsas kəsr kimi bilsəz çox yaxşı olar uşaqlar. İndi gəlin, məsələn burada bizə verilən, məsələn bu 240 metrin 10%-nin 80%-ni tapdı. Hə, indi baxın uşaqlar, baxın 240-ın birinci 10%-ni tapıram.
Bax bu sıfırla bu sıfırı, bu sıfırla bu sıfırı. Deməli 24. Sonra 24-ün də 80%-ni tapmalıyam uşaqlar. 24-ün də 80%-ni. İndi məsələn bunların hər birini 25-ə bölürəm uşaqlar. Məsələn bunu bölsək nə olar? Məsələn, bunu 25'e 20'ye bölsəm daha doğrusu bura 5. Bura nə oldu uşaqlar? 4 olur değil mi? Nə qaldı burada? 24 vurulsun 4 bölünsün 5. Bu elədir 96 bölünsün 5. Belə də yaza bilərik. Amma götürüb biz 96-nı 5'ə bölə də bilərik uşaqlar. Məsələn 9'un içində bir dəfə 5 düzdür 46'da 9 dəfə düşəcək. Mesela bura 45, 1 yazarım bura 0,2. Ne oldu aşağılar? 19 tam, onda 2 şeklinde de yaza bilərik. Mesela B variantı deyir ki 80'in 60%'ni tap bölünsün ne olacak? 100. O da elədir cavabımız 48. Sonra bir de deyir ki 48'in de 15%'ni tap. İndi baxın aşağılar mən burada məsələn bax bu ikisini hər ikisini 5'ə görə bölə bilərəm. Bunu 5'ə bölsəm 3, bunu da 5'ə bölsəm 20 oldu uşaqlar. 20 ilə də bunu məsələn hər birini 4'ə bölə bilərəm. Bura 12 düşəcək. Elə deyilmi? Burada 5 düşəcək. Nə oldu burada? 12 vurulsun 3, burada 5 oldu. Yəni 5'də 36. Yenə də biz 36'nı 5'ə bölə bilərik. 7 dəfə düşər 35, 1 onda da virgül 2. Yəni nə oldu uşaqlar? 7 tam onda 2 də deyə bilərik. C variantında deyir ki 45 litrin 20%'nin 40%'nin tap. Uşaqlar yenə də biz burada 45'i 20'yə vurub bölməliyik nəyə? 100'ə. 100 ilə bunu sayırsam bura 5, bura 1. 45 ilə bunu sayırsam burada 9'u da 1'ə vursaq nə oldu? 9. Yəni biz 9'un da 40%'ni tapmalı. Baxın 9 vurulsun 40 bölünsün 100. Hər tərəfini 20'yə bölürəm. Baxın uşaqlar. Buna 20'yə böləndə bura 2, buna 20'yə 5 elədir. Nə oldu uşaqlar? 5'də 9 vurulsun 2. Yəni 5'də 18. Gəlin böləyin. 18'i bölməliyik 5'ə. 3 dəfə düşər. 15, 3, 30'da da 6 dəfə. Yəni, nə oldu cavabımız uşaqlar? 3,6 şəklini alacaq. Belə. Belə uşaqlar. Gəldik. Nəyə? Deyir ki, ədədin faizinin təqribi hesablanması. İndi baxın uşaqlar. Burada indi təqribi hesablama indi bizim işimizi daha rahatlaşdıracaq. Necə? Çünki biz yuvarlaşdırmamız lazım. Bu şəkildə həll etməmiz lazım. Məsələn, baxın uşaqlar. A variantı deyir ki, əvvəl təqribi, sonrası kalkulatorla hesablayın deyir. İndi mən təqribi hesablamaları mən eləyim. Təqribi hesablamaları. Necə hesablama olar? Məsələn, təqribi. Məsələn, 998-in yerinə nə yaza bilərəm aşağılar? 1000 yaza bilərəm, elə deyilmi? Bu 53-ün yerinə də nə yaza bilərək? Məsələn, 50 yaza bilərək. Desəm ki, bura qədər yuvarlaşdırmaq lazımdırsa. Bizə rahat olsun deyə bir də bölünsün 100 yazmalıyam. Uşaqlar baxın bu 2 sıfırla bu 2 sıfır silərəm. Burada 50 vurulsun 10 oldu. Cavab nə oldu məsələn 500. Hə, 1000'in 50%-i 500 tən yarısı deməkdir zaten. Bu 996 da aşağılar. İndi bu kalkulatordan özünüz hesablayın aşağılar sonra. Daha bir də mən bunu kalkulatordan hesablayım. Baxın görə 500'ə yaxın nədir alırıq mı deyə. Məsələn bu B var. 996'nın yerinə mən 500 yazaram. 21'in de yerine 20 yazaram. Yenə də uşaqlar baxın bu 2 sıfır bunlarla silindi. 5 vurulsun 20 bərabərdir 100 oldu. İndi siz də yenə kalkulatorda baxırsınız düz oldu mu deyə. 405. Uşaqlar 405'in yerinə də 400 yazacağım. 24'ün yerinə də 25 yazacağım uşaqlar. Bölünsün 100. Bu 2 sıfır bunlarla getdi. Nə oldu uşaqlar? 4 vurulsun 25 oldu. Bu da 100 alındı. Bayaq ki birincisini 500 almışdıq. 100 gedir belə. Baxın 816'nı 70 olsun. Bu 800 daha yaxın. Bu da olsun elə 70 aşağılar. Bölünsün 100. Bu 2 sıfır bunlarla getdi. 70 vurulsun 8 elədi. 560. 560 olacaq.
1232 uşaqlar. Baxın, mən bunu deyirəm ki, 1200 yazağın. Vurulsun 10 bölünsün 100. Bu 2 0 getdi. 12'ni də 10'a vurduğumuz zaman 120. Sonra geldik nəyə? Geldik 5000 vurulsun 10 bölünsün 100'ə. Bu 2 0 getdi. 50 vurulsun 10. Bu da elədi nə? 500 olacaq uşaqlar. 500 olacaq. İndi geldik nəyə? Deyək ki, təxmin etməklə müqayisə edin. Kalkulator hesablamakla nəticəni yoxlayın. Təxmini necə eləyə bilərik uşaqlar? Baxın, təxmini təbii ki, yenə yuvarlaşdırasıyıq. Məsələn, 105'in yerinə bura 100 yazaram. 12'in yerinə bura 10. Bu da belə. Bununla bu getdiksə, burada 10 alındı aşağılar. Bu 148'in yerinə məsələn 150 yazaram. Bura 10 yazaram. Bölünsün 100 şəklində olar. Bu ikisi bununla bu gedir. Burada elədi 15. Baxın uşaqlar, burada belə bu böyük görsənir. Təbii ki, biz bunu təxmini hesabladıq. Amma da siz bunu götürüb kalkulatordan hesablayırsınız. Baxırsınız belə doğrudurmu? Bizim etdiyimiz təqribi hesablama nə qədər doğrudur. Təbii ki, təqribi hesablama mütləq doğru olmalı diye bir şey yoxdur uşaqlar. Məsələn, bu 480 hər ikisi yuvarlaq ədədlərdir. Bunu olduğu kimi saxlayacağım. Bu 480 olsun. Bu 25 olar. Saxlayıram uşaqlar. Burada da 100 yazıram. Bununla bunu ixtisarəsən bura 4, bura 1. 480'i də 4'ə böldüyüm zaman burada elədi 120. İndi baxın uşaqlar. 396'nı yazıram 400. Burada bir 30 yazıram. Bölünsün 100. Baxın uşaqlar, bu 2 0 getdi. Burada 4 vurulsun 30. Mənim tapdığıma görə, baxın, təqribi hesablamama görə bir-birinə nə oldu bunlar? Bərabər oldu. Amma siz yenə də bunu kalkulatorda hesablayıb baxacaqsınız. 16'nın 75%. Gəlin bunu 16 yoxdur 15 yazaq. Buna da bir 70 yazaq aşağıda. Bölünsün 100. Mesela bununla bunu 10'a görə ixtisarəsən bura 10. Bura 7 oldu. Bu 15 vurulsun 7 bölünsün 10'a. Neçədir? 5. 105 bölünsün 10. 105'i de 10'a bölsəm 10 tam 10'da 5 şəklini alacaq uşaqlar. Bu təbii ki, təqribi hesablamadır. Sonra gəldi 58 19. 58'in yerinə yazıram 60. 19'un da yerinə yazıram 20. Ne oldu? Bu 2 0 da getdi. 60'ı altında 2'ye vuranda ne oldu? Cavab 12 elədi. Bayaqkində baxın, bu 10 tam 10'da 5 idi. Bu da 12 idi. Deməli, bu daha böyük oldu bizim təqribi hesablamamıza görə. D variantında 70'in yerinə 80 vurulsun 40 bölünsün 100 şəklində. Bunlar ixtisar getdi. 8'i də 4'ə vuranda nə oldu uşaqlar? Cavabımız 32 oldu. Burada da 41'in yerinə 40 vurulsun yenə 80 bölünsün 100. Yəni eyni şeydir. Bax uşaqlar, burada da 80 vur 40 idi. Burada 32 alındı. Mənim hesablamama görə bu bir-birinə nə oldu? Bərabər oldu uşaqlar. Gəldik məsələlərə. Deyir ki, uşaqlar bizə, gəlin baxaq görün nə deyir məsələ. Mağazaya 240 qutu meyvə şirəsi gətirildi. Bu qutuların 15%'i nar şirəsidir. Mağazaya neçə qutu nar gətirib? Baxın, 240'ın mən nə etməliyəm? 15%'ini tapmalıyam uşaqlar. Baxın, 6-cı sualda, yəni 240'ı 15'ə vurub bölməliyəm nəyə? 100'ə. Məsələn, mən bunların hər ikisini, məsələn, baxın, burada nəyə bölə bilərəm aşağılar? Hər biri 24'ə bölünəcək. Məsələn, bunu 24'ə bölsəm, bunu 5, bunu 24'ə bölsəm, bura 10 elədi aşağılar. Bununla da bunu ixtisar eləsəm, bura 3 oldu. İxtisar nə elədim? Vurub da eləyə bilərsən. 240 15'ə vurub, aldığı cavabı 100'ə də bölə bilərsiniz. Burada 10 vurulsun 3 bərabərdir 30 olacaq. Deməli, 30 şüşə qutu daha doğrusu nar oldu uşaqlar. Bu da belə nar şişəsi oldu. Deyir ki, Samir imtahanda 25 sualın 80% düzgün cavab verdi. O neçə suala düzgün cavab verdi? Təbii ki, uşaqlar, burada B variantında 25'in neçə faizini tapmalıyam? 80%'ini uşaqlar. Baxın, mən bunları hər tərəfini yenə 20'yə bölsəm, bura düşəcək 5, bura düşəcək 4. Bununla bunu ixtisar etsəm, bura 5. 5 vurulsun 4 bərabər nə olacaq?
20. Deməli 20'dən sonra düzgün cavab veribdi. Sonra geldi C variantına. C variantında kinoteatrda 360 yer var. Bir film üçün bu yerlərin 60%'ine bilet satıldı. Film üçün neçə bilet satılıb? Yəni 360'ın 60%'ini tapıram. 360 60'a vurub nəyə bölməliyəm? 100'ə. Bu sıfırla bu sıfırı, bu sıfırla bu sıfırı silirəm. 36 vurulsun 6. Bunları da vuranda uşaqlar, bunu buna vuranda 6, 216. Demək 216 dənə bilet satılıbdır uşaqlar. Gəldik D variantına. Lalə 240 səhifə kitabın 70%'ini oxudu. Neçə səhifə oxum? Bu kitabı oxuyub bitirmək üçün daha neçə səhifə oxumalı? Uşaqlar baxın. Cəmi uşaqlar 100% olmalıdır həmişə. Bax bunu unutmursunuz uşaqlar. 240'ın 70%'ini oxuyub, bəs neçə faizini oxumayıb uşaqlar? 30%. Onda mən bu 30%'ini taparam da 240'ın. Bu sıfırla bu sıfır, bu sıfırla da bu sıfır. Yəni 24 vurulsun 3. Bu da elədi cavabımız 72. Deməli bu Lalə 72 səhifə qalıbdı kitabı oxuyası. Yəni Lalənin oxuyacağı bu qədər qalıb. Gəldi 7-ci suala. Fermada qaz, ördək, toyuğun ümumi sayı 1600 ədəddir. Bunun 45%'i toyuqdur. Toyuqları tapan uşaqlar 1600'ün neçə faizini? 45%'ini. 1600'ü 45'e vurub 100'ə bölməliyik. Bu da belə. Nə oldu burada? 45 vurulsun 16. Aha, əla. Bu belə. Gəlin 45 16'ya vurağın. Elə buradaca vurağın. 45 vurulsun 16. 0, 24, 27, 5, 4, 0, 2, 720. Deməli 720'dən nə var uşaqlar? Toyuq var. Toyuq. Keçdik nəyə? Ördəyə. 1600'ün 25%'i nədir? Ördəkdir. Bu sıfırlar getdi. 16 vurulsun 25 oldu. Gəlin vurağın 16'nı 25'ə. 0, 8, 2, 3. 0, 0, 400 uşaqlar. İndi biz 720 ilə 400'ü toplamalıyıq. 0, 2, 1000. 1120. Deməli ikisi 1120'dir. Bizə deyir nə qədər qaz var? Onda mən 1600'dən çıxmalıyam 1120, 0, 8, 4. Deməli 480 nə varmış uşaqlar? Qaz var imiş. Yəni bu şəkildə oldu. Gəldik 8-ci suala. Deyir ki, Şahinlər futbol komandası yarış mövsümündə 30 görüş keçirdi. Komandada oyunların 40%'ində qalib gəlibdi. 30%'ində uduzub, digər oyunlar isə heç alınıbdır deyə komanda neçə oyunda keçirib. Baxın uşaqlar, bax burada 40%, üstə gəl 30% və bir də bu heçələrin faizini bilmirəm. X faiz. Hamısının cəmi 100% olmalıdır uşaqlar. Bu ikisini topladım. 70%'in üzərinə mən neçə faiz gəlsəm 100% eləyər? 30% elə deyim uşaqlar. Hə, deməli heç oyunlarımız 30%'dir. Yəni 30 dənə oyun oynamışam, bax 30 görüşdən 30%'i heç olub. Yəni 30-30'a vurub nəyə bölməliyəm? 100'ə. Bunlar ixtisar elədi sıfırları. 3 vurulsun 3 bərabər neçə alındı uşaqlar cavabımız? 9. Gəldik 10-cu suala. 10-cu sualda da uşaqlar bir həftə anar 80 səhifə kitabın 45%'ini, yəni 50%'ini oxudu. Bir həftə kim daha çox? Gəlin baxaq uşaqlar. Baxın 80'in 45%'ini tapıram. Hər tərəfini 20'yə bölürəm. Bura 4, bura 5. Bu 5 ilə 45 istəyirəm 9. 4 vurulsun 9 və 36 səhifə oxuyub kim? Anar. Anar. Sonra gəldi 140'ın 30%'ini oxuyub. 140 vurulsun 30 bölünsün 100. Bundan bu getdi. 14 vurulsun 3, 2, 42 oldu uşaqlar. 52 yox. 42'sini oxuyub kim? Elxan. Yox, Lalə. Lalə.
Gəldi 72-nin isə 50%-ni oxuyubdu kim? Elxan oxuyub. Bununla bunu ixtisarsən bura 2, bu 2 ilə bunu ixtisarsən 36. Deməli 36 səhifədə oxuyubdu Elxan. Ən çox oxuyan kim oldu aşağıda? Ən çox oxuyan oldu Lalə. Təbii ki, Lalə qalib gəldi. Lalə ən çox oxuyan Lalə. Mövzumuz bu qədər uşaqlar. Ümid edirəm ki, mövzu sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Növbəti videolarda görüşmək üzere.